Salam, hər vaxtınız xeyir olsun. Deməli, belə bir stol və belə bir alət. 45 kəsmək üçün belə xırda şeyləri, kiremə qranitləri 45-ə yonmaq üçün çox rahatdır. Deməli, bunu hardan əldə eləmək olar? Aysiman Usta'nın, Aysimandan usta mağazasına gedirsiniz, əldə edirsiniz. Bunu da oradan əldə eləmək olar. Və bu stolun ayaqaltının funksiyallığı nədir? Mən burada belə bir şey kəşf elədim, sizə dedim, paylaşım dedim, hər kəs bilsin. Bir dənə bu bolta uyğun ikicə yerdən deşik açırsınız. Gördünüz, deşik açırsınız. Və indi məndə əlimdə yoxdur deyə sabahları alıb gətirəcəm. Bundan biraz uzun bolta alırsınız, salırsınız, bundan da bağlayırsınız. Prost indi mən bunu kəsirəm, işim dayanmasın deyə altda dik kəsib qoymuşam. Bunu da şurup üstündən dikə bağlamışam, dik bunu sıxıb saxlayıb. İkicə yerdən deşiyi açırsınız, все. Ondan sonra bunu bu variantda da işlədirsiniz bu stolu. Daha sonra işimi qurtardım, söktüm, bunu açdım bununla. Açdın, oldu nə? Qoydun qırağa, yenə ayaqaltı kimi işlətdin, stol kimi işlətdin. Hətta mən bundan birini də alacağım. Birini ayaqaltı kimi işlədəcəm, birini isə burada işlədəcəm. Yəni Allah hər kəsin ruzisini versin. Dedim paylaşım, bilməyənlər də bilsin, görməyənlər görsün.